Bir cavan can verirdi, canı bədənindən çıxmırdı. Peyğəmbər dedi ki, bu cavan nəsə çətin can verir, anasını çağırın, ananı çağırdı. Dedi, ana narahatlığım var oğlundan. Dedi, ya Rasulallah, bəli, ürəyimi bərk sındırıb. Dedi, ana qurban olum, bağışla da, onu bağışla, rahat can versin. Dedi, yox ya Rasulallah, o məni çox pis incidir. Deyib, dəmiri qızdırdılar, balasına gətirib yaxınlaşdıranda, ana dedi, bağışladım, ürəyim dözmür. Uşaq deyir, rahat can verdi. Mən də anamıza, xanım Zəhraya deyirəm, xanım, biz də səni çox incitmişik, sənin üzvə ağ olmuşuq günahlarımızla. Olmaya bizdən narazısan, amma yox, sən eşitmişik, belə ana deyilsən, çox vəfasız qonşularım var idi. Sən onların qapısını döyürdün, onlar qapılarını üzvə bağlayırdılar. Amma sən axşam neynirdin, o vəfasız qonşuları dua edirdin. Mən ki, səni incitməmişəm, sənin üzvə qapı bağlamamışam. Mən həmin adamam Əyyam-ı Fatimiyədə ya Zəhra demişəm. Mən həmin adamam Məhərrəmdə sənin Hüseynivə göz yaşı tökmüşəm.